Bugün 44 günlük vətən müharibemizin qalibiyyətinin 5 yıl ötür. Ülkemizin her yerinde olduğu gibi Ucar rayonunda da 8 noyabr Zəfər günü büyük izdihamla qeyd olunur. Şəhid ailələri, qazilər, rayon rəsmiləri, hüquq mühafizə orqan əməkdaşları öncə Şəhidlər Xiyabanında Vətən müharibəsində şəhid olan igidlərin məzarını ziyarət ediblər. Onların üzərinə tər çiçəklər düzüblər. Ruhlarına dualar oxunub. Daha sonra Heydər Əliyev sarayının önündə 5 ilin Zəfər adlı konsert tədbiri təşkil olunub. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov və şəhid valideynləri çıxışlarında xalqımızı bu qələbə münasibətilə təbrik ediblər. Tədbir konsert proqramı ilə davam etdirilib. Amaliyə Söhbət qızı, Səbinə Mirzə qızı, Bugün TV, Ucar.